Dədə Qorqudda qalın Oğuz dövləti var. Alban şunaslığı soxublar, bizim evimizi yıxıblar. Alban da o Süleyman Əliyarı Allah rəhmət eləsin, subut elədi ki, o ittifa daxil olan bir tayfanın biridir. Amma qalın Oğuzda və yaxud nə Firdun hocam, Məhrəm İlkinin, Orxan Şaiqin tərcüməsində və bir də Dresden, Vatikan nüsxasını əlimə keçirəndə görürəm yazılıb ki, qamlar qamı Bayandır xan, bizimkiler xanlar xanı. Xan öz yerindədir, amma qam böyük dini başçıdır. Qədim o Türk sistemində olan dini başçıdır. Və qam və yaxud deyir, qam börə. Bizimkilər eləyib onu bay börə. Nə demək istəyirəm Firdun hocam? Mən bir dəfə müsahibə verdim qəzetlərə. Fərviz Elay Mario Alinelli'dən bir tərcümə eləmişdi. Mario Alinelli İtaliyada məşhur etrusşünasdır. O dedi ki, Etruslar 100% Türk'tür. Ben de bunu televizyada seslendirdim ki, Firdun hocam deyir 60% az qallar bunu öldürələr. Hiç Maria Alinelli 60 ədəbiyyat belə məsəri müəllifidir Etruslara ait. Bu 100% deyir. Dünyada dinlənləri sosiologiya firmalı var. Onun baş redaktorudur. 90 yaşı var. Sonra? Ve bu UNESCO da Dinçilik Cemiyeti'nin prezidenti olup bu adam. Yani Avrupa'da 2-3 otoritet varsa biz de. Ama